şeylərdən. Qızıl üzük taxmaq. Bu kişilərə xasdır. Yəni qızıl üzük taxmaq kişilərə haramdır. Amma qızıl üzük dedikdə burada deyərsən ki, üzüyü onda mən sep taxıram, onda mən qızıl qolluq taxıram. Məsələn, yox, bunlar hamısı ona daxildir. Yəni kişilər qızıl taxmaz. Kişilər qızıl geyinməz. Yaxşı. Yəni buna daxil hər bir şeydir. Tacından tutmuş hər bir şeydir. Yəni ki, qızılı kişilər bunu geyinmir. Bu qızılla aid olan hər bir şey, yəni geyinilməsi kişilərə haramdır. Peyğəmbər sallallahu əleyhi və səlləm bir kişinin əlində, barmağında bir üzük görür və deyir ki, sizlərdən biri istəyirmi ki, cəhənnəm odundan bir kömür götürsün? Onu deyir, فَيَدَعُهَا فِي إِصْبُعِهِ أَوْ قَالْ فِي يَدِهِ və yaxud da əlinə və yaxud da barmağına qoyar. Kömür götür, tax onu barmağına, qoyun barmağı istəyər və yaxud da əlinə, yox, heç kim onu istəməz. Sonra kişinin əlindən onu çıxardır o qızılı, taxtır, tulluyur yerə. Peyğəmbər sallallahu əleyhi və səlləm getdikdən sonra o kişiyə deyirlər ki, get üzüyü götür da, qızıl üzüyü götür, faydalanarsan, yəni satarsan, edəsən bu mənada yəni. Deyir ki, Allah'ın da olsun ki, Nəbi sallallahu əleyhi və səlləm atan bir üzüyü mən götürmərəm. Yəni Peyğəmbər sallallahu onu atıbsa da, mən onu qayıdıb götürmərəm. Həmçinin Ali ibn Əbi Talibdən gələn hədisdə demişdi ki, qızıl da, ipək də Peyğəmbər sallallahu gələn hədis rivayətində ki, deyir, qızıl da, ipək də ümmətimin qadınlarına halal edilmişdir. Qızıl və ipək. Yəni qadın qızıl taxa bilər və ipək paltar da geyinə bilər. Zukurlarına, yəni kişilərinə isə haram edilmişdir. Yəni qızıl taxmaq. Hədis Səhih Cəmiyyədə Şalban səhih olaraq gətirmişdir bunu. Amma qadının qızıl üzük taxması, burada heç bir işgal yoxdur, günah da yoxdur və caizdir ki, qızıl üzük taxsın, qızıl biləzik taxsın, buna oxşar şeylər geyinsin. Yalnız israf yerə çatarsa da, israf formasına çatarsa da bu olmaz. İsraf bütün hallarda halal deyil insana israf eləmək. Allah subhanahu ta'ala da deyir ki, وَلَا تُسْرِفُ إِنَّهُ لَا يُحِبُّ الْمُسْرِفِينَ İsraf eləməyin, o israf edənləri sevmir. Və bəzi alimlər elm əhlindən icma olaraq hekayə eləmişdilər ki, bir qadının üzük taxması, qolbağı taxması caizdir, geyinməsi caizdir. Amma varid olan hədislərdə qadağa olmaq bu qadınlar üçün qızılın üzüklər ola bilər, yumuru, sırf yumur üstündə heç nə olmur. Qalitso deyirlər də, həmin o qalitso üzüyü taxmağı deyirlər ki, varid olan hədislərə görə olmaz, çünki qadınlara da olmaz. Bu hədislər zəifdir. Bu varid olan hədislər zəifdir. Ya da ki, şəddətundur, turikəl əməli bihə, yəni ona əməl olunmaq tərk olunur. Şədd hədislərə əməl olunmaq tərk olunur, yəni əməl olunmaq. Amma çoxlu təvatur hədislər vardır ki, Peyğəmbər sallallahu əleyhi və səlləm qadınların qolbağı taxmasına, yaxud da üzük taxmasına, geyinməsinə iqrar edibdir. Lakin bir qadına vacibdir ki, əgər onun qızılları bəzək üçün, zinət üçün olan qızılları vardır, vaxt çatdıqda onu zəkadan çıxartsın. Nisaba çatıb. Deyək 85 qram qızılı var bir qadının, yüksək əyarla olan qızıldan söhbət gedir. 85 qram qızılı olan qadının üstündən həmin gün 85 qram olan gündən qeyd edir özündən, üstündən bir il keçəndən sonra 2,5% onun zəkatını çıxartmalıdır, çıxardır. Yəni hər il, belə deyək də, rubul aşur dedikdə 2,5%. Peyğəmbər sallallahu əleyhi və səlləm bir qadını görür, o fi yed ibnətihə
qadının əlində, qızının əlində qızıldan gəliz bir şey var, qızıl var idi. Yəni qolbağı kimi bir şeydir, yəni belə qalın. Deyir ki, onun zəkatını verirsənmi? Peyğəmbər sallallahu əleyhi və səlləm sual verir. Deyir, bunun zəkatını verirsənmi? Deyir, xeyr. Deyir ki, "Ayasurraka an yusawwiraka Allahu bihima siwarayni min narin yawmil qiyamah." Sənə deyir, xoş olarmı ki, qiyamət günü cəhənnəm odundan qolbağı etsin sənin üçün. Allah Teala onu oddan qolbağı etsin. Bu söz deyir və qadın onu çıxardır və onu Peyğəmbər sallallahu əleyhi və səlləmə verir. Deyir, bu Allah və Rəsul üçündür. Çıxardır, verir. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm bu hədisdə gümüş qablarda su içməyi qadağan edir. Yəni bizlərə qadağan edir ki, gümüş qablarda su içməyək. İstər həmin qabda su olsun, süd olsun, buna oxşar halal içkilər olsun. Yəni burada su əsl olaraqdır da. Deyirsən, mən su içmirəm, məsəl üçün süd içirəm. O da olmaz yəni. Bəli. İstər qadın olsun, ya da kişi olsun, bu umumən haramdır. Gümüş qablarda, qızıl qablarda su içmək. Bu kişiləri də, qadınları da şamil edir. Yəni burada fərq yoxdur. İstəyir gümüş, xalis gümüş olsun, ya da gümüş suyuna batırılmış bir şey olsun. Bunlar hamısı nədir? Əgər gümüş varsa, qızıl varsa olmaz. O qablarda su içmək. Amma qızıl qablar bu daha şiddətlidir. Gümüş qablardan da şiddətlidir. Nəbi sallallahu əleyhi və səlləm onu qadağası barəsində, qadağ etməsi barəsində şiddətli qadağalar sabit olubdur. Demişdi ki, qızıl qablarda içməyin və o qablarda yeməyin, onlar kafirlər üçün dünyadadır, onlar üçün dünyada, sizin üçün isə axirətdədir. Yəni kafirlər dünyada yeyirlər, içirlər o şeylərdə, qızıl, gümüş qablardan. O dünyada onlar üçündür, sizin üçün isə axirətdədir. Buxarı Müslimdədir. Yaxşı. Amma burada müəyyəsiril humur nə idi? Elə bir döşəkçədir. Onun üstü ipəkdir. İçinə isə pambıq mı qoyurlar, yun mu qoyurlar, buna oxşar. Və qoyurlar uzun qulağın mı, atın mı belinə, üstündə rahat oturması. Döşəkçə belə deyək də. Rahat oturulması üçün dəvənin mi, buna oxşar. Ki, oturan rahat olsun. Yəni, bunu da Peyğəmbər sallallahu əleyhi və səlləm qadağan edib. Həmçinin qasiyin də qadağan edibdir. Yəni, bu ipəyin bütün növlərində bu. Bütün növlərini hansı ki, hədisdə keçir, zikr edir. Bu kişilərə haramdır. Yəni, bir kişiyə ipək giyinməsi caiz deyil. Nə də onun üstündə oturması caiz deyil. Nə uzanması caiz deyil, nə də ki, onun örtülməsi caiz deyil. Yorğan kimi üstünü örtür. Heç bir caiz deyil. Bilsən ki, bir şey ipək deyil. Nə üstündə oturursan, nə üstündə oturursan, nə ində giyinirsən. Amma qadına gəldikdə isə ona ipək giyinmək caizdir. Çünki qadın əsl olaraq zinətlənməyə, bəzənməyə möhtacdır. Qadının xüsusiyyətidir bu. Əvvə mən yunəşşəu fil hidiyyəti və huvə fil xissami qeyri mubin. Allah subhanət hala bəzənən qadınlar barəsində bildirəndə deyir ki, o sporda onlar zəifdirlər. Həmin o qadının xüsusiyyəti nədir? Sporda zəif həmişə məğlub oluruz. Birindən münafiqsəzdir. Amma onu bəzənsin, düzənsin, belə şeylərlə məşğuldur qadınlar. Amma şeyə gəldikdə kişilər kimi ola bilmir sporda, münaqişədə kişilər kimi ola bilmir yəni. Yaxşı. Amma kişilər, bu kişilərə aid deyil. Çünki kişilər ehtiyacları yoxdur, kişilər bəzənsinlər, düzənsinlər bu şeylərində, bu zinət əşyalarından. Kişilərin bu şeyə ehtiyacı yoxdur yəni. Əsl olaraq budur yəni. Kişi müstəqnilən o yəni. Amma qadının ipəyin üstündə oturması, onunla üstünü örtməsi, buna gəldikdə alimlər bu arada ixtilaf edirlər. Geyinməkdə şikayət yoxdur. Amma örtməsində, üstündə oturmasında ixtilaf vardır. Bəzi alimlər qadağan edirlər. Deyirlər ki, ümumi bu hədisin umumiliyinə görə dəlil gətirirlər ki, haramdır. Rasulullah sallallahu əleyhi və səlləm bunu qadağan edib, bu da döşəkçədir. Üstü ipəkli içinə yun doldururlar və yaxud da ki, pambıq doldururlar. Yəni, onu oxşar.
Qadına caizdir ipək giyinməsi, ona ehtiyacı vardır, amma onun üstündə oturması ona caiz deyil və yaxud da üstündə yatması. Və həzəl qavl əqrabu min qavl bil hill mutlaqan. Yəni mütləq qadına ipək halaldır sözü, yəni bu qabaqda zikr olunan söz daha yaxşıdır. Mütləq demirsən. Demirsən ki, mütləq olaraq halaldır qadına. Bu sözü demirsən. Niyə? Deyirsən, geyinməsi halaldır, hə. Amma üstündə oturulması, onu yorğan kimi istifadə eləməsi, üstündə oturma bildiyinizdən döşək kimi düzəldilir, oturulur mənada. Yəni. Biri deyə bilər ki, əynində geyinində üstündə otururaq, deyə, və əynindədir, geyinindəndir. Yəni, İbn Hüseyin Rəhməllah deyir ki, mütləq halal deməkdənsə bu formada demək daha yaxşıdır. Sonra azmış bir şeyi inşa eləmək, onu elan eləmək və yaxud da nə? Burada qəsd nədir? Peyğəmbər sallallahu əleyhi əmr eləmişdi ki, insan azmış bir şeyi taparsa da, yəni azmış bir şey vacib aleyh inşaduha. Birinci, bir insan bir şey tapdıqda onu vacib olur ki, elan eləsin. Yəni bu kimindir? Demək, burada heyvanlardandırsa o itən şey, heyvanlardandırsa da bu iki qismə bölünür. Nəyə bölünür? İki qismə bölünür. Birincisi, canavarın onu yeməsi, birinci qism budur ki, yəmtəni'u minəz-zi'abi və nəhvihə min siğar-s-sibə' fəhəzə lə yəcuzul iltiqatuhu və lə ibra'uhu. Canavar onu yeyə bilmir, nə deyək, balaca saqqallar, zadlar, məsələn, hücum edib onu yeyə bilmir. Gücü çatmır və yaxud da ki, və yaxud da çata bilmir. Və mən əvvə dallətən fəhvə dall. Kim belənci bir heyvanı götürüb saxlasa, o azmış şəxsdir. Məsəl üçün, dəvə. Sən dəvəni niyə götürürsən? Dəvənin yeməyi var, içməyi var, bir həftəlik qarnında suyu var. Yeməsin, içməsin, bir həftə səhralarda fırlansın. Gedir, tapır lazım olan yerdə. Sən onu götürməməlisən. Canavar da heç onu işləyə bilmir. Gələndə tutur canavar, dişdir tülür qulağa, yaxınlaşa bilmir. Və yaxud da ki, belə deyək, uçan quşlar ki var, hansı ki, göyərçin olsun, və yaxud da ki, yırtıcı quşlar olsun, buna oxşar, uçurlar. Və yaxud da ki, bərk qaçan ceyranlar vardır ki, o səhrada da çox bərk qaçırlar. Yəni, çox vaxtı vəhşi heyvanlar çata bilmirlər, tuta bilmirlər. Uzaqdan görür, qaçır deyə məsafə uzaq olur, daldı gedə bilmir. Yəni, bunları götürmək ki, bunları götürüb saxlamaq, bunu qadağadır. Kim bunu eləyərsə, o kəs azmış kəsdir. فالذي يمتنع من صغار السباع كالذئاب وشبهها ثلاثة أنواع. Demək, üç növdür. Bu vəhşi heyvanlardan, balaca vəhşi heyvanlardan qoruna biləcək üç növdür heyvanlar. Üç növ. Niyə qoruna bilir? Birinci, bədəni böyükdür, ona görə və gücü vardır, məsələn, dəvə kimi. İkincisi, uçur, vəhşi heyvanlar onun dalınca qaçıb tuta bilmir. Göyərçin və yaxud da buna oxşar vəhşi yırtıcı quşlar, kartalzat buna oxşar. وَمَا يَمْتَنِعُ مِنَ السِّبَعِ həmçinin məsəl üçün sürətinə görə vəhşi heyvan ona çata bilmir. Zıbə kimi, dediyimiz kimi ceyranın balaca forması olan heyvanlardır, yəni ceyran deyək də. Yəni bunu çox sürətli olduğu üçün asanlıqla vəhşi heyvan ona çata bilmir. Yəni. Fərdi ilə yəcüz edilmişsən ən yaltaqıtəhə. Bunu götürüb saxlayıram, yiyəsini axtarıram, elan edirəm, olmaz. Nə vaxt çıxarıb götürürəm, bu cəzəlidir. Ki, bir insan onu götürsün, əksinə onu başına bıraxmalıdır. Dəvədir, başına bıraxır, quşdu tutub qəfəsə salmamalıdır ki. Peyğəmbər s.ə.v azmış dəvə barəsində soruşlandı. Deməli ki, sənə nə ondan? Sənin nə işin var ondan? Onun deyir, suyu var, içməyi var, yeməyi var, suya gəlir, və təkul şəcərə ağac yiyir, hətta yecidə Rabbuhə. Hətta onun yiyəsi onu tapana kimi. Bir həftə ərzində tapa bilərlər, düzdürmü?
Ağacdan yeyir, o səhrada quru otlardan yeyir, məsəl üçün. O ağacı hancalı ağacı deyirlər, nə deyirlər, ondan yeyir. Suyun yeni tapır. Subhanallah. Bədənində də ki suyu var, ha? Bələcə yırtıcılar eləyə bilmirlər, yox. Şir zat istisnadan şir eləyə bilmirlər. Çox vaxt səhrada nadir olur şirlər. Hə. Yəni, onun qarnı suyla doludur. Ayağında xuf var, əqqafsı var, ondan səhrada yeriyir. Rahatçılıqla yeriyir, elhamdülillah. Su tapır, ağacı yeyir. Hətta öz yiyəsi onu tapana kimi. Sənə caiz deyil ki, sən onu götürüb saxlayasan ki, bu azıqdır, bu yiyəsini tapım. Dəvədə icazəli deyil. Güya xeyir istəyirsən, bu icazəlidir. Yalnız bir halda ola bilər ki, həmin yerdə yol kəsənlər vardır. Qorxsan ki, onu götürərlər və öz sahibinə çatmaya bilər. O həmin yerdə oğrular var. Onu bildiyin halda yəni. Amma Allah onu götürməndə heç bir işgal yoxdur. Amma bilirsən ki, onun sahibini və yaxud da ki, onun sahibini tanıyırsan, götürüb aparırsan, sahibinə verirsən onu. Bu da problemdir, sahibini tanıyırsan. İkinci odur ki, bələcə vəhşi heyvanlardan şey deyə bilmir, qoruna bilmir, acizdir. Yəni, öz nəfsini qutara bilmir Allahın əlindən. Məsəl üçün, keçidir, qoyundur, buna oxşar bu sinifdə yəni, olan heyvanlardır. Sən onu götürürsən, necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, o ya sənindir, ya sənin qardaşınındır və yaxud da ki, canavarındır. Belə deyir. Lakin sənə vacib olan nədir? Sən onun yiyəsini axtarsan, götürürsən, yiyəsini axtarsan. Sənindir, yəni sən onun yiyəsini tapmasan. İlləm, təcid sahibə, yəni yiyəsini tapmasan. Ya qardaşınındır, yəni onun sahibini tapsan, tanıyırsan, aparıb verirsən. Və yaxud da ki, canavarındır, yəni onu kim tapmasa, canavar yiyəcəkdir, heç kim götürməsin. Qoyun zat bizən də, yəni özünü müdafiə edə bilmir, yəni. Qoyundur, keçidir. Fəhədiyi tuxazu və yubhathu an sahibihə. Demək, bu götürülür və yiyəsi axtarılır. Bir il tamamlandıqdan sonra, əgər onun yiyəsi tapılmasa, kim onu tapırsa onundur. Və inşədül dəlləti ləhu mənəyən. İtmiş bir şeyi inşad eləmək, elan eləmək, bildirmək iki mənada daşıyır. Birinci mənası odur ki, necə qabaqda zikr elədiyi insana vacibdir onu eləməsi. İkinci mənası odur ki, qadağadır. İkinci mənası hansı ki, o qadağadır. Nədir qadağa olunan? Məsəl üçün, məscidlərdə düşən bir şeyləri insan gəlib onu orada axtarmasıdır. Deyir ki, mənim nəyimi görüb burada? Axtarır, elan edir. Və yaxud da insanlar artıq mənim bir şeyim bitirdi burada. Kim onu tapıbdı? Bu caiz deyil. Məsciddə eləmək caiz deyil. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, görsəniz kim belə deyir, kim ki itmiş bir şeyini məsciddə axtarır, ona deyin ki, Allah onu sənə qaytarmasın. Məscidlər bunun üçün bina olunmayıb. Subhanallah. Hədis Buxarıda, Əbu Hureyradan gələn hədisdir. İnsanın yaqufu fil mescid və yaqul: "Ya cema'a", insan məsciddə durur, deyir: "Ey insanlar, kim mənim qoyunumu görübdür? Kim mənim keçimi görübdür? Nə bilim ki, mən nəyimi görübdə?" Bu haramdır. Məscidlər bunun üçün bina olunmuşdur. Biz əmr olunmuşuq ki, məscidlərdə Allaha dua edək. Yəni ibadət edək. Amma kim belə bir şey edərsə də, Peyğəmbər sallallahu əleyhi və səlləm bizə əmr edibdir ki, biz o kəsə bəddua edək. Və ona deyək ki, Allah onu sənə qaytarmasın. Necə ki, biz eşidirik ki, bir insan məsciddə alış-veriş edir. Biz ona deyirik ki, Allah sənə ticarətinə belə qazanc verməsin. Çünki məscidlər alış-veriş üçün tikilməyibdir. Yəni, bu əmrlər hansı ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bizlərə əmr edibdir. Bunlar hamısı xeyirdir. Bu qadağalar hansı ki, bizə qadağa edibsə, bunlar hamısı şərdir. Şəriət qaydası odur ki, məsləhət olan şeyləri əmr edir, məfsədə olan şeyləri isə şəriət qadağa edir. Əgər bir şeydə məsləhət və məfsədə cəm olarsa da, hansı tərəf məsləhət və məfsədiyə baxsın da, hansı tərəf birindən daha güclü olarsa da, və ya da çox olarsa da, o çox olan tərəf götürülür. O çox olan tərəf götürülür. Məsəl üçün görürsən ki, məsləhət daha çoxdur, məfsədədən məsləhət olanı götürürsən. Görürsən, məfsədə daha çoxdur, məsləhətdən daha çoxdur. Məfsədə məsləhətdən daha çox olduqda, onda sən məfsədəni tərk eləmək, məfsədiyə görə məsləhəti neysən tərk edirsən.
Əgər bunlar bərabər olarsa da bu halda məsləhəti cəlb eləməkdənsə də məfsədəni dəf eləmək lazımdır. Yəni Allah bilir, Allah sağ olsun istəyirəm ki,